Əgər yerinə yetirilməmiş istəklərlə bağlı hiss etdiyiniz bu vəziyyəti bəyənmirsinizsə, amma hələ də mənəvi inkişaf arzulayırsınızsa, o zaman Aşura ziyarəti sizin cavabınız ola bilər. Baxın, necə işləyir. Hamımızın istəkləri var. Bəzilərimizin illərdir yerinə yetirilməsini gözlədiyi istəklər. Bəzən elə hiss olunur ki, nə qədər çalışsaq da, dualarımız qəbul olunmur. Bəlkə səhvlərimiz üzündəndir, ya da bəlkə də ilahi hikmətdir. Bəs bilirdinizmi ki, bir çox insana ümid və cavablar tapmaqda kömək edən xüsusi bir mənəvi təcrübə var. Bu, Aşura ziyarəti adlanır və 40 gün ərzində hər gün Aşura ziyarətnaməsini oxumaq qədər sadədir. Hər dəfə pak niyyətlə İmam Mehdinin anası, xanım Nərgizə dualarınızı həsr edin. Alimlər deyirlər ki, əgər bunu səmimi qəlbdən etsəniz, ürəyinizdəki istəyin cavabsız qalması demək olar ki, qeyri-mümkündür. Bunu sınayın və mənəvi kamilliyə qapıları açın.